Boynumun tərini yaş əlimlə sildim. Faqılın qızı Zenanın səsi gəldi. Hava soyuqdur, alın, xəstələnməyin. Mənə dəsmal uzatmışdı. Məmnuniyyətlə alıb qurulandım. Sizin haqqınızı ödəyə bilməyəcəm. Bunu əvəz üçün yox, xaxsac üçün edirik. Xaxsac arzunuza çatdırsın. Zena qızarıb baxışlarını yerə dikdi. Mən əlavə etdim. Dəsmalı təmiz yuyub qaytararam. Ehtiyac yoxdur, sizdə qalsın, deyib tələsik uzaqlaşdı. Arxasınca gözdən itənə qədər baxdım. Çox mehriban qız idi. Sonra qalxıb çadırımı axtardım. Yenicə tapmışdım ki, hamı "Köm Jetti" deyə səslənməyə başladı. İltiğın da keyfi düzəlmiş, şad halda mənə sarı gəlirdi. Yanıma çatanda bir parça kağız verib dedi. İbadət haqqındadır. Sən də səslən, sakit durma. Köm Jetti. Mən də onun kimi əllərimi ağzıma tutub səsinə səs verdim. İltiğın sevincək əlini çiynimə qoydu. Gözləri ilə razılığını bildirib şadlıqla uzaqlaşdı. Beləcə, daxmamı odlamaqla başladığım günümü Köm Jetti sədaları ilə başa vurdum. 3-cü gün. Çadıra girib çıraq işığında kağıza baxdım. Pune dilində yazılmışdı. Vaxt çatanda dizlərini yerə qoy. Diqqətini topla. Xaxsaca istədiyin dildə, istədiyin tərzdə sözünü de. Kemas sözlərindən bir parça ilə başlaya bilərsən. Məsələn, çoxumuz bu hissə ilə başlayırıq. Sənə sözüm var, ey lütfkar. Minnətdaram, ey xaxsacın xaxsacı. Diqqət göstərir və unutmursan. Sənə tərəf qaçmış oluruq, hansı tərəfə qaçsaq da. İşıqlı yol və işıqlı bələdçi istəyirik. Qaranlıq yol və qaranlıq bələdçini uzaq elə. Sədalar kəsilmişdi. Dizlərimi yerə qoyub kağızdakıları oxudum. Sonra davamını içimdən nə gəlirdisə, xaxsac qarşımdaymış kimi danışdım pıçıltı ilə. Ürəyimi boşaltdım. Belə təsəvvür eləməzdim. Danışdıqca ürəyim açılırdı. Uzun müddət danışdım. İltiğın içəri girmək üçün izin alana qədər. İçəri girib dedi. Tez-tez gəlib narahat etmək istəməzdim, amma yemək hazırdır. Qalxıb pal-paltarımı düzəltdim. Birlikdə çölə çıxdıq. Külək dayanmışdı. Dirəyin üstündə xəncər sancılmış qırmızı parça eləcə də qalırdı. Rəhbərin çadırına getdik. Yerdən salınmış süfrəyə növbə-növ yeməklər düzülmüşdü. Yeməklərdən qalxan bux iştah açırdı. Başdakı yer boş idi. Sağ tərəfdə sırayla Fağıl, Zena, Kem, sol tərəfdə Ülon oturmuşdu. Qızğın söhbət gedirdi. Biz girəndə Kem sərt səslə deyirdi. Buranı tapmaq nabayatlar üçün çətin ola bilər, amma bircə xain bələdçi kifayətdir ki, çadırlar kül olsun. Zena dilləndi. Özbəyim gecə gedəcək. Burada çox adam qalmayacaq. Fağıl məni görüb qalxdı. Digərləri də ayağa durdu. Xəcalət çəkib dedim. Nə olar, mən gələndə ayağa qalxmayın. Fağıl şən halda cavab verdi. Sənə təriqət rəhbərimiz Claudiusa hörmət edirik. Ona da hörmətimizin səbəbi işıq üçün qaranlıqda döyüşməsidir. Xaxsac üçün, yəni sənə hörmətimiz xaxsac üçündür. Gəl yuxarı başa, etiraz eləmə, gəl. Etiraz yersiz idi. Başa keçsim. Mən oturandan sonra hamı oturdu. İltiğın isə çölə çıxdı. Fağıl dedi. Özbəyimgil indi gələr, amma istəsən başlaya bilərik zümrəyə. Mən elə isə gözləyək, dedim. Amma Ülon olan yerə Özbəyimin gələcəyini fikirləşmirdim. İltiğın uca boylu qadının qolundan tutub içəri gətirdi. Bu Dur xanım idi. İzzətli görünüşü vardı. İxtiyarsız ayağa qalxdım. Hamı da mənimlə qalxdı. Məni görməsə də təzim etdim.
Xoş gəlmisiniz. İltiğin yavaşca dedi. Zümrüt edir, təzim edib salam verir. Dur xanım da təzim elədi. Zümrüt təzimi ilə lütf edir. Gözlərim görməsə də əskərinizəm. İltiğin onu gətirib Kemlə Zenanın arasında oturtdu. Fagıl dedi. İltiğin, üzbəmə demədin yeməklər soyur? Dedim, amma gəlsə də aranı qatacaq, iftira atıb yalan de... Dur xanım öksürüb onu susturdu. İltiğin başını aşağı saldı. Cavan bir oğlan içəri girdi. Çox cavan idi, hətta uşaq da demək olardı. Təzim edib dedi. Nəsə lazımdır? Zena cavab verdi. Hər şey qaydasındadır, sağ ol. Ölon dilləndi. Varsa soyuq su gətirərsən. Oğlanın rəngi qaçdı. Hətta Ölonun təsirindən saçları biz-biz oldu. Fagıl soruşdu. Özbəm gəlmir? Oğlanın dili topuq vurdu. İndi baxıram. Tələsik təzim edib çıxdı. Mən dedim. Bəlkə də yeri deyil. Amma özbəmin alovla vuruşduğunu eşitdim. Mən gəlməzdən bir gün əvvəl. Fagıl qəmləndi. Xas Fağandur katlarına hücum edəcəkdilər. Bilirsən, Xas Fağandur katları uzağı 200 nəfər olarlar. Qaçaq həyatı yaşayırlar. Mühafizəçilər də qaçaq şəkildə yaşayırdı, amma feda qocalandan sonra o daxmada yaşamağa başladı. Məlumat aldıq ki, Xas Fağandur katlarının müvəqqəti düşərgələrinin yerini öyrəniblər. Hücum edəcəkdilər. Özbemi 50 nəfərlə alovu dayandırmağa göndərdim. İltiğin da oradaydı. O daha yaxşı bilər. İltiğin nağıl elədi. Bəli, mənim zirehim yox idi. Özbem öz zirehini mənə verdi. Özü zirehsiz döyüşdü. O dərəcə güclü döyüşçüdür. İndi belə alındığı üçün çox pis oluram. Qəfildən hücum elədik. Böyük ehtimalla yüksək dərəcəli olan cod saçlı biri vardı. Ayağını topuqdan üzdüm. Mən, Gerla demiş, dedim. Ayağı kəsilmiş gördüm o gün. 59-cu dərəcəlidir. Kaş öldürə biləydim onu. Vuruşmada alovu da gördüm. Əlində çox gözəl qılınc vardı. Qan tökən olduğuna hələ də inana bilmirəm. Claudius və mühafizəçilər o qılıncla çox işlər görüblər. Bizdən sadəcə çox idilər, amma yaxşı döyüşçüləri az idi. Qaçan qaçdı, ölən öldü. Bir neçə dəqiqənin içində hər şey bitdi. Alov aradan çıxmışdı. İzbəmin oğlu da yox idi. 6 nəfər itki vermişdik. 10 nəfər də yaralımız vardı. İzbəm yaralılardan birinin zirehini geyinib hamını geri göndərdi. 4 qardaş İzbəmin oğlunu axtardıq. Şəhərdəki dostlara xəbər göndərdik. Axşama yaxın Xas Fağandur katlarından biri dedi ki, Mexdikilər bostanına cənazə aparan 2 pisnisi öldürüb, cənazəni də götürüb bizə xəbər gətirib. İzbəmin oğlu idi. Yaxınlıqda 4 Xas Fağandur katının məzarı vardı. Onların yanında dəfn elədik. Gecə yaxınlıqda olduğumuzdan Fedağın yanına getdik, amma cənazəsi ilə qarşılaşdıq. 3 pisnis cəsədi də vardı. 4-ünü elə oradaca dəfn elədik. Sonra Setraya girdik, yorğun idik. Günortaya qədər dincəldik. Fikrimiz bu idi ki, intiqam almaq üçün qatillərin izinə düşək. Mühafizəçinin öldürülməsi vəd olunan hər şeyi təhlükəyə atırdı. Qatili axtarmağa yeni başlamışdıq, ləpirlər gördük. Lap yenicə kimsə keçmişdi. İzlədikcə görürdük ki, yolunu itirib kimsə. Axırda Zümrüt'ü tapdıq, amma tutmaq istəyəndə 4-ümüzə birdən müqavimət göstərdi. Özbəm qılıncını elə vaxtda qaldırdı ki, Zümrüt müdafiəsiz idi. Çiynini qılınclayacaqdı, amma qılıncı cingilti ilə yerə düşdü. Hələ də anlaya bilmirəm. Araya sükut çöktü. Oğlan içəri girdi. Titrəyən əllərində bir kasa su gətirib ölənə verdi. Ölən gözləri ilə təşəkkür elədi. Oğlan Fagıla, İzbəmin yox, Jelkosek'in gələcəyini deyib çıxdı. Ölən sudan qurtum-qurtum içməyə başladı.